keçirilən sabah qruplarının məzun günüdür və məlumat üçün bildirim ki, 1285 bakalavr, 452 magistr məzun olur. Ümumiyyətlə, bu 4 il ərzində cavabını tapa bilmədiyin sual oldu. Məncə hər sual anında cavab tapmır və mən bir çox sualların cavabını 4 ilin sonunda tapdım. Bəziləri isə yarımçıq qaldı. Düşünürəm ki, bu magistrda cavabını tapacaq. Sabah məzun olmaq necə istəyir? Əslində çox fəxr edici işdir, çünki digər tələbələrdən qismən də olsa fərqlənirik öz bacarığımız və öz savadımıza görə və şəraitlərin, imkanları nəzərə aldıqda, yəni daha üst səviyyədə, daha belə deyək, müasir iş bazarına hazırlıqlı bir karyeramız olmuş olur, yəni belə deyək, qısaca. Bugün məzun olursunuz, nəyə hisslər keçirdiniz? Çox sevincliyəm, çox müəllimlərə təşəkkür edirəm. Sabah qruplarının bu təşkil etdiyi layihəyə görə 3 il orada təhsil aldım. Bəli, 3 il orada təhsil almışam. Buna görə çox təşəkkür edirəm. Əvvəlcə tədbir iştirakçıları sabah məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev qeyd edib ki, sabah qrupları Azərbaycan ali təhsil sisteminin brendinə çevrilib. 10 il ərzində təbii ki, bu gün sevindirici haldır ki, Ulu Öndərin adını daşıdığı bu böyük bir zalda bu zalı dolduracaq qədər məzunumuz var, bir ilin məzunumuz var. Yəqin ki, sabah proqramının bu dövrlər ərzindəki bütün məzunlarını toplasaq, bir neçə belə zal dolar. Bu isə aranızda olan hər birinizin bir fərd olaraq, hər birinizin bir mütəxəssis olaraq və ümumilikdə bir qrup olaraq, yəni bu minlərlə insan, minlərlə Azərbaycan vətəndaşı deməkdir. Azərbaycanın gələcəyinə, Azərbaycanın davamlı inkişafına, Azərbaycanda sosial rifahın və insan xoşbəxtliyinin artmasına və ölkəmizin qüdrətli bir ölkəyə çevrilməsi istiqamətində hər birinizin bir dəyərli aktiv olması, dəyərli bir insan olması anlamına gəlir. Daha sonra sabah qruplarının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Ardınca tədbirdə sabah məzun tədbirinin ənənəsi, rəmzi sabah açarı növbəti ilin məzunlarına ötürülüb. Ən yüksək göstəriciləri ilə fərqlənən sabah məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar. Tədbir çərçivəsində sabah qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.